Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Ofeliya Sənaninin 85 yaşı tamam olub. Xəbər verilir ki, tanınmış diktor yubileyi münasibətilə məclis təşkil edib. Restoranlardan birində keçirilən məclisə Ofeliya Sənaninin sənət dostları, yaxınları qatılıblar. Gecədən görüntülər sosial şəbəkədə paylaşılıb. Ürəyim çox şaddır. Elə bil yeni doğulmuş balaca bir qızam. Çünki fərəhlənirəm, sevinirəm. Onları gördükcə cavanlaşıram. Demək olar ki, yaşda hamısından böyüyəm. Buradakıların hamısı mənim əzizlərimdir deyə Ofeliya Sənani gecədə çıxış edərkən söyləyib. Göygöl rayonunda sürünün ehtiyatsızlığı yol qəzası ilə nəticələnib. Xəbər verilir ki, hadisə Gəncə Göygöl magistral avtomobil yolunda baş verib. Azər Verdiyev Sit markalı avtomobillə hərəkətdə olarkən yüksək sürət səbəbindən idarə etməni itirib və nəticədə maşın yol kənarında olan reklam lövhəsinə çırpılıb. Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub. Qəzanın baş vermə səbəbləri araşdırılır.